Salam, bugün Dövlət İmtahan Mərkəzinin hazırladığı test toplusundan qarışıq suallara baxacağıq. Bugün baxacağımız suallar sırf qrammatika mövzusuna aid olacaq. Deməli, ilk növbədə gəlin başlayaq. I don't know, mən bilmirəm. Complete sentence mövzusuna aiddir. Ardıcıllığa necə tamamlayacağıq? Əgər cümləni complete sentence formasında tamamlamağımızı istəyirlərsə, biz bağlayıcıdan sonra mütləq mübtəda xəbər gəlməsinə diqqət edəcəyik. Məsələn, köməkçi feilin işlənməsi düzgün deyil. Daha sonra, məsələn, votdan sonra vozun işlənməsi düzgün deyil. Daha sonra baxırıq məna, məchulluq varmı, məlumluq varmı? Daha sonra məsələn, təkdimi, cəmdimi, uzlaşmalara diqqət edəcəyik burada. Məsələn, polisdən sonra həz yox, həv işlənər. Daha sonra Y variantında uğurlanmış maşın tapır. Yəni, uğurlanmış maşın tapması düzgün tapılması olmalıdır. Yəni, məchulluq burada olmalıdır, məlumluq deyil. Və burada cavabımız B olur. Keçirik 52-ci test tapşırığına. 52 də yenə eyni qaydana cümləni tamamlamalıyıq. Bağlayıcıdan sonraki hissəni biz heç vaxt köməkçi feillə başlaya bilmərik. Mübtəda xəbər gəlməlidir. Və burada 2-ci Dünya müharibəsindən söhbət gedirsə, biz bunu indiki bitmiş zamanda işlədə bilmirik. Ona görə də düzgün variant Y variantıdır. Daha sonra negativ cümlə, inkar cümləsində işlənən, düzgün formada işlənmiş cümləni seçəcəyik. Aizə seçilən və yaxud either də deyirlər. Yəni, azə olan cümlə inkarda olmalıdır. A variantı səhvdir. B variantında to işlənən hissə deməli, cümlə təsdiqdə olmalıdır, inkarda işlənib səhvdir. C variantı yenidən also var, inkarda yox, təsdiqdə işlənməlidir. D variantı düzgündür. Y variantında isə formada işlənməsi düzgün deyil nazənin cümlənin sonunda. Daha sonra baxırıq biz bu dəfə sual formasına. Yesterday'in altına xətt çəkilib və yesterday'e sual verməliyik. Əgər yesterday'e sual veririksə, cümlədə yenidən yesterday işlətmirik. Daha sonra A variantı səhv olduğuna görə D variantı səhv olacaq. Belə formada sual cümləsi düzgün deyil. Çünki burada köməkçi feildə işlənməlidir. Daha sonra reached-in bu formada işlənməsi də düzgün olmur. Əgər sual formasına salsaydıq, C variantı düzgündür. B variantı niyə səhvdir? Burada reached deyil, reach olmalıydı. İdi şəkilçisi düşməliydi didə görə. Daha sonra biz baxırıq bağlayıcılara. Nöqtələrdən əvvəl, deməli, bu nisbə əvəzliklər mövzusuna aid olan dərsdir. Canlı isim olduğuna görə baxırıq ki, biz burada whom və whom, whose, who-nu saxlayırıq. Nöqtədən sonra isə xəbər işlənib. Əgər birbaşa xəbər gəlirsə, burada D işlənməlidir. Whom olan cümlə tamamlıq tələb edir. Yəni, mübtəda xəbər olmalıydı. Whose-dan sonra isə isim gəlməliydi. 56-ya baxırıq. 56-da tərcümə edib biz düzgün bağlayıcını tapmalıyıq. John həqiqi dostdur. Çünki o həmişə bizə kömək edir. Çünki də C variantıdır. Daha sonra baxırıq biz düzgün söz önlülərə. Teleqramı gözdən keçirtmək mənasında look through-dur. Ona görə biz C və D variantını saxlayırıq. Bildiyimiz hissələrdən biz baxaq həmişə prepositionlara. Məsələn, tell var burada. Telldən sonra to işlənməz. Telldən sonra to işlənməz. Ona görə D də səhvdir. C variantı düzdür. Deməli, katibəyə verir, to işlənir. Daha sonra telldən sonra işlənmir heç bir söz önü. Və burada ət işlənir saata görə. Keçirik 77-yə. 77-də it depends on bir ifadədir. On olmalıdır həmişə. Daha sonra ayaqla getmək on foot olar. Burada düzgün deyil. Daha sonra yaxşı havada in fine ways olar. Y variantı düzgündür. Daha sonra sonuncu sualımız isə, sonuncu deyil, daha doğrusu var hələ sual. 86-cı suala baxırıq. Düzgün zamanı tapmalıyıq burada. Deməli, letə baxırıq. Letdən sonra feil new olmaz. Burada tusuz olmalıdır feil. Daha sonra biz nəyə baxacağıq burada? Məsələn, when-dən sonraki hissə həzlə olması düzgün deyil. Həzlər çıxırıq. Daha sonra əgər askdırsa, sual verirsə, returns-un olması indiki zamanda düzgün deyil. C variantı uzlaşma düzgündür burada. Daha sonra sonuncu sual pronoun, yəni əvəzliklərlə bağlı olan suallardır.
Suallara baxarkən baxaq ki, anybody olsa burada have you has olardı. Bu düzgün değil. Daha sonra you olarsa yourself yox, yourselves olardı. Uzlaşma düzgün değil. Daha sonra yenidən we'dən sonra yourself düzgün değil. Elə we'dən sonra yenidən düzgün değil. B variantı uzlaşma düzgündür. Bu qədər.